Bir hadisə danışırlar. Təlhə ilə Zübeyir danışırlar deyəndə tarixi hadisədir, kitablarda yazılıb. Cəməl döyüşündə Həzrət Əli ilə döyüşürlər. Təlhə ilə Zübeyir. Bir nəfər elçi seçirlər ki, get Əliyə bizim sözlərimizi çatdır. Ona deyirlər, get sərt şəkildə, kobud şəkildə Əliyə bizim sözlərimizi denən və qayıt gəl. Bu düzəlir yola getməyə, deyirlər, diyan. Hara gedirsən, diyan. Deyir, nədir ki, söz dediniz, gedim çatdırın. Dedi, ehtiyatlı ol, birdən cazibəsinə düşərsən, cəzb eləyərsən əli özünə. Çadırına girdinsə, biraz aralıda otur ondan, yaxına düşmə. Yaxına geçsin, məhəbbət ürəyibə düşər. Deyir, oldu, qıraqda oturacam. Deyir, onun bir adəti var, gələnə deyir, qəmbərə deyir ki, qonağına yemək gətirsin. Yemək təklif eləsə yemə. Çünki yeməklə məhəbbət ürəyibə daxil olar. Deyir, oldu. Deyir, birdən qeybdən, zatdan danışar sənə, inanmayasan, sehrinə düşməyəsən. İstəyir, geçsin, deyir, diyan. Sənə bir ayə öyrədim ki, sehir cadunun qabağını alır. O ayələrdən oxu ki, əlinin təsirinə düşməyəsən. Sonra deyirlər, səndən yaxın adamımız olsaydı onu göndərərdi. Sən get və çalış ki, onun cazibəsi, onun təsiri sənə şamil olmasın, özü onun təsirindən qoruyasan. Bu istəklə gəlir ki, əlinin təsirindən özünü qorusun. Gəlir, deyir, içəri daxil olur, salam, əleykəssalam, keçir oturur üçüncüdə. Həzrət Əli deyir, gəl yanımda otur. Deyir, yox, elə bura yaxşıdır. Qəmbərə deyir ki, qəmbər yemək gətir. Deyir, ehtiyac yoxdur, yemişəm. Baxır, deyir ki, hə, Təlhə ilə Zübeyir sənə öyrətdilər ki, mənə yaxın gəlməyəsən, orada oturasan. Deyir, hə, bu deyəsən qeybdən danışır. Başlayır ayələri oxumağa. Ayələri oxuyanda Həzrət Əli əleyhissalam deyir, hə, sehirdən, cadudan qorunmaq üçün oxuyursan, 70 dəfə oxumalısan onu. Otur oxu, mən gözləyirəm. Bu deyir, ayələri oxuyur, biraz sonra başlayır danışmağa. Əli əleyhissalam onların sözünü deyir, Əli əleyhissalam da sərt şəkildə cavab verir. Deyir, get mənim bu cavabımı da onlara çatdır. Gedə bilərsən. Gedə bilərsən, bu oturub durmur. Baxır, Əli əleyhissalama dayanıb. Deyir, sözünü çatdırdın, gedə bilərsən. Deyir, ağa, mən day, gedəsi yerim yoxdur. Mən işdən keçdi də. Özüm də bilmədim ki, sizin məhəbbətiniz ürəyimə daxil oldu. Əli əleyhissalam deyir ki, yaxşı, eyb yox, get, mənim sözümü çatdır heç olmasa, çünki səni elçi göndəriblər, sözünü çatdır, yenə qayıdarsan. Deyir, gedirəm bir şərtlə ki, dua eləyəsiz ki, mən təzdən qayıda bilim. Əli əleyhissalam əlini duaya qaldır ki, ilahi, bu dostumu mənə qaytar. Bu gedir, onların cavabını verir, gəlir, Həzrət Əlinin yanında şəhadətə çatır, şəhid olur.